Sevgi nədir? İnsan ilk gördüğünde zahiren fiziksel tələblər fonunda insana karşı qeyri-adi bir simpatiya yaranır. Ve bu simpatiya fonunda cinsi duyğular, tələblər formalaşır. Ve bundan sonra isə bu münasibəti davam etdirmək məqsədilə duygusal bağımlılıq yaranır. Duygusal bağımlılığı isə daimləşdirmək üçün uzun müddətli münasibətlər formalaşmağa ehtiyac duyulur. Bax, bu sevgidir. Sevgi yalnız ehtiras değil. Sevgi yalnız zahiri gözəllik deyil. Sevgi yalnız duygusal bağımlılık deyil. Biz qəlbimizlə sevirik. Həqiqətən də qəlbimizlə sevirik, yoxsa beynimizlə, ya gözlərimizlə? Yox, bu doğru deyil. Qəlb və ruh hər ikisi bir aradadır. Ruhsuz qəlb heç nədir, qəlbsiz ruh heç nədir. Ruhsal bağlılıq eyni zamanda qəlbin bağlı, yəni fiziksel tələblərə də formalaşır. Yəni sevəni toxunma, əlindən tutma, yanında olması, varlığını hiss etməsi bu artıq ruhun deyil, eyni zamanda fiziksel tələblərin bir verdiyi formatdır. Ancaq gəl açıq danışaq, bugün daha çox gəncliyimizdə, mən bugün istərdim ki, biz sevgini doğru təbliğ edək və sevgini düzgün formada gənclərə aşılayaq. Mən həqiqətən sevirəm, yoxsa bu sadəcə fiziksel tələbdir. Bəs Sevinç xanıma görə sevgi necə bir şeydir? Sevinç xanıma görə elmin dediyidir sevgi. Yəni elmi əsaslara görə duygusal və fiziksel bağımlılığın bir ortada formalaşması. Yəni yalnız fiziksel değil ve eyni zamanda daxili duygusal tələblərin formalaşacağı, özünü komfortda rahat hiss edəcəyi bir yer sevgi məkanıdır. Doğuşdan bəri insan, bayaq siz sual verirsiniz ki, mən soruşdum ki, siz Sevinç xanım, nə vaxt insanın sevgiyə tələbatı yaranır? Sevgiyə tələbat elə ana bətnindən, uşağın bir həftəliyindən formalaşır. Yəni, hətta nə üçün sevginin təbliğində məhz analara hamiləlik dövründə övladına sevgi, qayğı, ilişki göstərməsini istəyirlər. Onunla danışmasını Bu ehtiyac niyə yaranır? Yəni sevgi... Bu duygusal bir bağımlılıqdır. Yəni ana ilə ilk sevgi ana ilə övlad arasında formalaşmağa başlayır. Əgər bir fərd cəmiyyətdə formalaşır əlbəttə, bir fərd, bir şəxsiyyət formalaşır, fərd ana bətnində, ana ilə ilkin duygusal bağımları yoxdursa, bilir insanların gələcəkdə həqiqi sevgidə uğurlu olacağı böyük bir şübhə altındadır. Yoxdur demək olar, böyük bir ehtimal yoxdur. Çünki hələ mənə rastlaşdığım bunda, yəni ən çox sevgidə kimlər uğurlu ola bilirsinizmi? Oğlanlarda ana ilə münasibətləri düzgün qurulmuş oğlanlarda, xanımlarda isə ata sevgisini öyrən qızlarda. Əgər bir gəncin həyatında uğursuz sevgilər dəfələrlə varsa, insanın axtarışda olmalıdır. Yəni demək bu insanın özünü tapmaması, sevgidə özünü düzgün tapmamasını göstərir.